Sual 77. VT bölək 2πr ifadəsi hansı fiziki kəmiyyəti təyin edir? Aydındır ki, belə məsələləri həll edərkən iki yolla getmək olar. Düstur vasitəsilə, yəni düsturu sadələşdirməklə, düsturu yerinə qoymaqla, bir də vahidlərlə. Aydındır ki, biz burada bunların hansı yolu məqbuldur? Cavablara baxmaq olar. Əgər eyni vahidlə ölçülən kəmiyyətlər yoxdursa, onda çox rahat olaraq ifadəni sadələşdirmək üçün, yəni hansı kəmiyyəti almaq üçün, konkret axtarılan kəmiyyəti almaq üçün vahidlərlə getmək daha zərbəlidir. Yox, əgər cavablarda eyni vahidlə ölçülən kəmiyyətlər, məsələn, uzunluq və yaxud da gedilən yol kimi və s. belə kəmiyyətlər varsa, bu zaman düsturla getmək lazım olur. İndi burada bizim cavablarımızda eyni vahidlə ölçülən kəmiyyətlər olmadığı üçün biz vahidlərlə rahat gedə bilərik. Aydındır ki, yuxarıda sürətin vahidi metr bölək saniyə olacaq. Vuraq, zaman saniyədir. Aşağıda ifadənin isə vahidi metr olacaq. Nəticədə biz adsız kəmiyyət alacağıq. Cavablardan göründüyü kimi adsız kəmiyyət dövrlərin sayıdır. C variantı. Deməli, düzgün variant C-dir.